Uşaqlar salam. Bugünkü testimizin izahında sizə alkanlar testinin izahını verəcəm. Keçək suallarımızın izahına 101-də qalmışdıq. Deməli 101-də görürük ki, heksandır. Heksanı yazıram tez C6H14 və bundan 4 mol H2, yəni 8 dənə hidrogen çıxıb. 8 hidrogen çıxıbsa, deməli burada C6H6 qalır. C6H6 da benzoldur. Yəni arenlərdə keçmişik ki, bu da benzoldur. 102-ci sualdır. En sayda karbon olan alkan. Alkan CNH2-nin üstəgəl 2 yazılır. En sayda karbonu var. Həqiqətən neçə sigma rabitəsi var? 2 yolla yaza bilərsiniz, düstur aça bilərsiniz və yaxud da belə bir şey öyrətmişəm. Alifatiklərdə sigma rabitə ümumi atomun sayından 1 əksik olur. 3n üstəgəl 2-dən 1 əksik 3n plus 1-dir. Yəqin molekula sigma. Burada deyəsən cavab düşməyib. Y variantı da burada. 3n plus 1 prosto düşməyib tam orada. Yaxşımı? 100 üstə. En sayda karbon olan alkanda CH sigma rabitə əlbəttə ki, hidrogen sayı qədərdir. 2n üstə gəl 2. A variantı da o. Sonra 104-də. 104-cü sualda. 104-cü sualda görürsünüz də o Würth reaksiyasından alınıb. O Würth reaksiyasıdır. Deməli, sağ tərəfdə olan alkanı ortadan bölək. Ortadan böləndə bu olur CH3, CH, yox, CH3, 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 CH2. Ortadan böldüm. Və burasına xlor yazdım. Üstə natrium gələndə, bax, oradakı maddə alınır. İndi nə edəcəm? Natri xlor aparacaq. Bu hissə öz-özündən kopyalanacaq. Və mənə də orada, bax, bunu özü göstəribdir. Bir fikir ver, bu orada var, başda var. Deməli, R budur, bax. Bu R radikaldır. B variantı da 104. 105-ci sualda. Alkan belə deyilmi? CNH2-nin üstə gəl 2. Elə. Mən bu formuldan nə nəticə çıxardıram özüm üçün? Bir düşünün. Nə nəticə çıxardıram? Karbon sayı N olanda hidrogeni necə tapıblar? Karbon sayını 2-yə vurub üstə 2 gəliblər. İndi hidrogen sayını yazıb 2 vur, N üstə gəl 1, üstə gəl 2. Hidrogeni verib karbon istəyir. Alkanda hidrogen necə tapılır? Karbon sayını 2-yə vurub üstə 2 gəlirsən. Karbonun sayını 2-yə vurub üstə 2 gələndə hidrogen tapılır. Bax, buradakı N üstə gəl 1 karbon sayıdır da. Bunu 2-yə vurub üstə 2 gəlib hidrogen tapılır. C variantı. 106-da. Karbon zənciri verilən doymuş karbohidrogəndə neçə hidrogen atomu olmalıdır? 2, 4, 6 dənə karbon var da. C6H 2 dəfə 6, 12 üstə 2 gəndə 14. C6H 14'dür da. Y variantı. 107-də normal pentanın izomerini göstər. Normal pentan nədir? Normal pentan C5H12-dir. İndi hası variantda C5H12 deyə bir alkan verilib. B variantı da 107-də B. C5H12. 108-i sərbəst yazan 109-da. 109-da alkanı verib. Alkan bilirsiniz ki, CNH2-nin üstə gəl 2-dir də. Bilirik ki, bir formulu belə bilirik. İndi karbon sayına N plus 1 yazanda hidrogeni tap deyir. Bu formulda nə görürəm? Karbon sayı N olanda hidrogeni necə tapıblar? 2-yə vurub üstə 2 gəliblər. İndi bunu 2-yə vur üstə 2 gəl. 2-yə üstə gəl 4. C variantı da cavab. 110-da. Hansı reaksiyadan propan alınır? Birincidə Würth reaksiyasının 3 mərhələli gedənidir də, bilirsiniz. Burada alınacaq. CH3 öz-özündən kopyalanacaq. C2H6. C2H5 kopyalanacaq. C4H10. Sonra bunlar bir-birindən C3H8. İkinci tənlikdə Würth reaksiyasıdır. Kopyalanacaq C6H14. Üçüncüdə 4 dənə hidrogen gəlirsən C3H4-ün üstə C3H8. Hansı reaksiyada propan alınır? Propanı burada görürəm, bir də burada görürəm. 1 ilə 3-dən propan almaq olur. Y variantı. 111-də. Hansı reaksiyadan etan alınır? Birincidə CH3 kopyalanır, C2H6 üstə gəl natrium yod. İkincidə kalsium OH2 üstə gəl C2H2. Üçüncüdə C2H6. 1 ilə 2-dən almaq olur da, variantı deyil mi? Yox, 1-2 yox. 1-3, üzr istəyirəm. 1-3. B variantı. 112-də. Alkanda karbon atomunun sayı. Alkanda karbon sayını N plus 1 verib hidrogen istəyir.
Alkanda qaydanan hidrogeni tapmaq üçün karbon sayını 2-yə vurub üstə 2 gəlirsən. Bunu 2-yə vurub üstə 2 gələndə 2 plus 4 eləyir. Y variantı. 113'də nə deyir? 113'də alkan yanıb. 1 molu yananda alınan suyun qabağına N plus 2 düşüb. Suyun qabağına N plus 2 niyə düşüb? Deməli, bunun içində hidrogen sayı 2N üstə gəl 4 imiş. Düzdür? Buradan görürəm də 2N plus 4 hidrogen var imiş. Alkanda hidrogeni necə tapırlar? Karbon sayını 2-yə vurub üstə 2 gəlirlər. İndi karbon sayını 2-yə vurub üstə 2 gəlirsənsə, onda hidrogenin sayından 2 çıxıb 2-yə böləndə karbon sayını tapmaq olur. Bu da N üstə gəl 1-dir də. Nəyi tap deyirdim ha? Hə, 113'də hidrogen sayını istəyir, lap yaxşı. 2N plus 4. Mən karbonu da tapdım, ona görə elə bildim onu istəyir. C variantı da 113'də. 114. Yox, bir dəqiqə. 114 qaldı. Oksigen əmsalı. Bu asandır da, özünüz əmsallaşdırın, sadə bir şeydir. 115. Propan C3H8'dir. Butan C4H10'dur. Doğru ifadələri müəyyən edin. Metanın homoloqlardır, bəli, ikisi də alkandır da. Homoloq olmaq üçün eyni sinifin üzvləri olmalıdır. Havadan ağırdır, bunun emeri 44'dür, bunun emeri 58'dir, bəli, ikisi də 29'dan çoxdur. Havadan ağırdır. Suda yaxşı həll olur, səhvdir. Niyə suda yaxşı həll olur, səhvdir? Çünki bütün karbohidrogenlər suda pis həll olur. Cavab 1-2 A variantı. 116'ya, 117'ye, 118'e sərbəst yazın, asan şeylərdir. 119. Yəni bütün karbohidrogenlər suda pis həll olur, onu yadda saxlayın. 119. Alkan CNH2 üstə gəl 2 elə. Karbon sayı 1 olanda hidrogen tap. Hidrogen 4 eləyir. Karbon sayı 2 olanda hidrogen 6 eləyir. Karbon sayı 3 olanda elə bir buraya N'in yerinə 3 qoyursan da C8 eləyir. 4, 6, 8. B variantı. 120. 120 sərbəst yazın. Bu da onun tərsidir. 121'də. 121'də alkan yananda 4 mol su alınıb. 4 mol su alınıbsa 8 hidrogen var. Deməli bu C3H8'dir. O birisində 6 mol su alınıb. 6 mol su alınıbsa deməli bu C5H12'dir. 12 hidrogeni var. 5 mol su alınıbsa deməli 10 dənə hidrogen olan C4H10'dur. Propan, pentan, butan A variantı. 122'də. 122'də alkandır, CNH2 üstə gəl 2'də. Mol miqdarı. 0,1 molunda 2,4 dənə neytron varsa 1 molunda bunun özündə neytronu hesabla. Hidrogen neytronu yoxdur. Bir karbonda orada verilib mürtəzədə. 12'dən 6'yı çıxanda bir karbonda 6 neytron var. N'ə vuranda neytron oldu 6N. Hidrogende yoxdur. Deməli alkanın 1 molunda 6N qədər neytron varsa 0,1'ində 2,4 N eləyir buradan 4. C4H10'dur. D variantı. 123. Hansı maddə kalium permanganat məhlulunu rəngsizləşdirmir? Deməli, sonu an şəkilçisi olanlar doymuşlardır. Doymuşlar da nə bromlu suyu, nə kalium permanganatı rəngsizləşdirmir. Çünki onların pir abidəsi yoxdur. Y variantı. 124'də 1500 dərəcə Selsidə parçalananda bilirsiniz ki, C2H2 ilə hidrogen alınır. İndi C2 ilə H2 də reaksiya girsin deyir. X ilə Y orada biri C2H2'dir, biri hidrogen. Bunlar da girəndə C2H4 D variantı. 125. Metan CH4'dür. Etan C2H6'dır. Euler-Venn diaqramını həll eləyin deyir. Molyar kütləsi. Bu 16'dır. Bu 30'dur. Molyar kütləsi 16. 1 buraya. Würz reaksiyasından almaq olmur. Bu metandır. 1 molu 22,4 litr həcm tutur. Bunun ikisi də qazdır. 22,4 qaza məxsusdur. Bu ikisinə də aid. Havadan ağırdır. Havadan ağır budur. Hər ikisi CNH2 üstə gəl 2 formuluna tabidir. Çünki ikisi də alkandır. Cavab Y variantı. 126'da. Deməli, yanan maddələr burada. Yanan maddə burada C3H8'dir.
Yanmaya kömək eləyən oksigendir. Yanğını söndürən karbon qazı su yanğını söndürəcək də. Cavab A variantıdır. 127. Tərkibində eyni mol sayda etan və butan olan qaz qarışığının tam yanmasına 5 mol oksigen sərf olunursa, əmələ gələn karbon qazının mol sayını müəyyən edin. Tərkibində eyni mol sayda etan və butan qaz qarışığının tam yanmasına 5 mol oksigen sərf olunur. Əmələ gələn karbon qazının mol sayını hesablayın. Baxın, etan SH6-dır. Butan da C4H10-dur. Bunları yandır deyir. Bunları normal gəlin yandıraq, əmsallaşdıraq bildiyimiz üzrə. Görün, əslində sadə bir sualdır, elə çətin deyil. Tənli yazdım, əmsallaşdıracağım. Bu 8, bu 10. Ona 26, buraya 13. İndi qulaq asın. Mənə deyir, eyni mol sayda etan və butan həqiqətən də eyni mol sayda götürülür. Deyir, bunlar yananda 5 mol oksigen sərf olunanda əmələ gələn karbon qazın mol sayı. Sual verirəm. Bunların ikisinə bir yerdə neçə mol oksigen sərf olunub? 20 mol. Bu zaman nə qədər karbon qazı alınıb? 12. İndi deyir, 5 mol oksigen sərf olunanda nə qədər edir? Bu deyir 3. A variantı. 128. 1 litr tetraxlor metan almaq üçün neçə litr xlor metanla reaksiya daxil olmalıdır? Əvvəla 1 litrim 1000 millidir. Və mən buradan rho bərabərdir m bölü b-dən tapıram m-i. 1,154'ü vururam 1000'ə. O da eləyir 1540. İndi 1540. Neçə litr xlor metanla reaksiya daxil olmalıdır? CH4'ün üstünə neçə litr tetraxlor metan yox, 1 litr tetraxlor metan almaq üçün neçə litr xlor metanla reaksiya girməlidir? Mən bu xlor gəlirəm. Tetraxlor metan C-xlor 4 üstə gəl H-xlor. Tənli yazıram, əmsallaşdırıram. Mən tetraxlor metanın kütləsini 1540 tapmışam. Aşağısı 154'dür. Neçə litr xlor reaksiya girməlidir? X litr, bu da 4 vur 22/4. Buradan da X eləyir 896. C variantı. 129 izah eləyirəm. Nə deyir 129'da? 129'da deyir ki, 20 qram natrium OH-ım var. 20 qram natrium OH 0,5 mol deməkdir. Çünki 1 mol natrium OH orada verilib də 40 qramdır. Nəysə. Deyir ki, 0,5 mol natrium OH deyir 20 qram natrium OH olan məhluldan 5,6 litr etanın yanmasından alınan CO2. Etanı yazıram SH6. CO2 istəyir, sıxım qursam olar da 2 karbon var 2. Gəlin görək 5,6 litr etan yananda neçə mol CO2 alınır? Litrin altına əmsal vurur 22/4, molun da altına əmsal. Bu 4'də 1, 2'də 1, x eləyir 0,5. Deməli bizim əlimizdə CO2 ilə natrium OH 0,5'in 0,5'ə. Nə deməkdir? Yəni 1'in 1'ə. Deməli 1 mol CO2, 1 mol da natrium OH ilə reaksiya girəcək. CO2 az turşun qalğıdır. H2CO3'ün neçə hidrogeni var? 2. H-OH-dan çoxdur deyə turş duzu alınacaq. Oksid əsas turşu duzda keçmişəm. İndi deyir alınan duzun turş duz olduğunu tapdım. Niyə? Çünki indi normal duz nə vaxt olardı bilsizmi? Bu reaksiyanın bir tayda var axı. Bu belə də gedə bilər. İndi bunun gözə görünməyən neçə hidrogeni var? 2. 2 hidrogen, 2 OH. Buradaca normal duz su alınacaqdı. Bəs yaxşı, mən turş duz olduğunu hardan bildim? Bax, 1'in 1'ə girəndə bu alınır. Mən də bunları 0,5 tapanda artıq bildim ki, bu reaksiya 1'in 1'ə olan reaksiyadır. Başa düşürsünüzmü? 1'in 2'yə olan deyil. 1'in 2'yə alınsaydı axırıncı altdakını yazardım. Nəysə, bu 0,5, bu 0,5 mollar tapmışdım. Əmələ gələn duzu tapmışam. Turş duz neçə mol? X, bu da 1. Məhsulu tapmaq üçün iki tənasüb görəndə az olanla tapırlar. Azı necə tapırlar? Yuxarına aşağıya bölüb müqayisə eləyirlər. İkisi də eyni şey deyə fərqi yox. 0,5 mol turş duz. B variantı. Aydındır mı? 130. 2 kub metr əlimizdə hava var. 2 kub metr nə deməkdir? 2000 litr deməkdir. 1 kub metr 1000 litr isə 2 kub metr 2000 litr hava var. Deyir neçə litr metanı tam yandırmaq olar? Bax, 2000 litr hava var. Deyir aşağıda yazıb ki, bunun 21% oksigendir.
21% neçə eləyir? Yəni 420 litr O2 var. Metanı yandır deyir. Metanı yandır. Burada alınır CO2-lə su. Tənli yazdıq, əmsallaşdırdıq. Elə. İndi 420 litr oksigen. 420. 2 vur 22.4 buraya yazdım. Neçə litr metan? X litr. Bu da 22.4. Bunlar getdi mi? X eləyir 210 litrdə. Başa düşdük mü? Var mı? B variantı. 131. 131-də bu qədər. Neçə qram su alınıb? 131 izah eləyirəm. 132 özünüz yazarsınızsa, eyni suallardır, eyni tip suallardır. 2 metil propan deyir. 2 metil propan C4H10'dur da. Çünki propanda 3, metildə də 1. Bir də normal butan. Uşaqlar, bunun ikisi eyni şeydir. Nə mənada? İzomerdirlər də. 2 metil propanla butan izomerdir. Normal butan. Yəni 2 metil propan budur, normal butan da budur. Yəni ikisi də görsən C4H10'dur. Yəni maddənin ikisi də belə eyni olanda fərq eləmir. Biri ilə işlədə. Yəni ikisi də C4H10'da olsun. Deyir bu yandır deyir. Yandıraq. Əmsallaşdıraq. Əslində özünlə bura 4 yazıb, bura 5 yazsam oksigen yaxşı ədəd çıxmır da, əmsalı kəsirlə çıxır. Ona görə 2-yə vurdum alkanı. İndi 13 eləyir. Hə. İndi 44.8 litr, üzr istəyirəm. Yo. 44.8-i bura verib. 44.8 litr CO2 alınıb deyir. Bu zaman neçə qram su alınır? X qram. Litrə litr yaraşır. Qrama da qram yaraşır. Bununla bu gedəndə burada 2 qalır. Bununla bu gedəndə burada 4 qalır. X-ə və 4x bərabərdir 180, x-ə bərabərdir 45. Y variantı. O birisini sərbəst yazarsınız. O birisində 36 qram alkan deyir. Yazıram CNH2-nin üstə gəl 2. Bunu yandırıb əmsallaşdırıram. N mol CO2 alınır. N plus 1 mol da su alınır. Bu da eləyir 3-nin üstə gəl 1/2. Oksigen əmsalı. Bunu 36 verib. Qramın altda mR yazıram. 4 mol oksigen verib, molun altında əmsal yazıram. Tərsinə çevirib vuracam. 36-yı 3n plus 1-ə vuranda 78 n üstə gəl 36 bərabər. 2-ni yuxarı çıxardıram, 8 eləyir. 8-i 14-ə vururam. 112 n üstə gəl 16. Bu 20 bərabərdir. Nəsəsi düz getmədi elə bil. 36 qram alkan demir, 4 mol oksigen sərf olunub demir. Ayda, bu nədir yazmışam deyirəm axı. 36 3 vuranda 3 dəfə 6. Ayda, görün nə qaymışam. Üzr istəyirəm. Burada ayda 14. Yenə əstağfurullah. 4 n bərabərdir 20-yə, n bərabərdir 5-ə. C5H12-də bu da C variantı. Görək hesablamayı səhvləmişəm. Hə, sonra 134-ə baxırıq. Belə bir karbohidrogen verib, görürsüz. Bax, görürsüz. Deyir, aşağıdakılardan hansından bunu vürs üsulu ilə almaq olar? Yəni, aşağıdakılardan hansının birləşməsindən bu alınır. İndi bunu elə böl ki, oradakiları görə biləsən. Buradan bölsəm olarmı? Bu bilsiniz də, bu qeyri-simmetrikdir. Bu şeylə alınandır, 50% alınandır. Onda gəlin bunu belə yazaq, elə bil belə təsəvvür eləyək də. Bromlu deyir, brom. Elə bil bunu da belə. Qırdığım yerlərə bromu calaşdırdım. Elə bil bunun üstünə natrum gələndə bu öz-özündən kopyalanır 50%. Bu öz-özündən kopyalanır 50%. Sonra bunlar bir-birindən birləşəndə bu alınır. Yox, bu öz-özündən birləşir 25%. Bu öz-özündən birləşir 25%. Sonra bunlar bir-birindən birləşəndə 50%-dir, yuxarıdakı alınır. Yuxarıdakı çünki qeyri-simmetrik. İndi bunu adlandır. Ən uzun zənciri seçirəm. 1, 2, 3 nömrəliyirəm. 2 brom, 2 metil. Bax, 2 brom, 2 metil propan. 1 düzdür. İndi bunu adlandır. Bu brom deyil, üzr, bu CH3-dür. Hə. İndi bununla ən uzun zənciri seçirəm. 1, 2, 3. 2 brom propan da budur. 3 də budur. 2 brom propan 1 3 C variantı. %35 propan C3H8'dir. Molekulunda 10 sigma var, xeyr. Propan alkandır.
Alkan doymuşdu. Doymuşlarda sigma ümumi atomun sayından bir pay dəyəcək. Ya da ki belə eləyirik. 3 karbon arasında 2 dənədir. 8 dənə də sigma hidrogende var. 10 dənə eləyir. Bir düz. Molekulda sp2 xeyr. Alkanlar yalnız sp3'dür. Birləşməyə girir səhvdir. Çünki alkan doymuşdu. Doymuşlar birləşməyə girmir. C variantı. 136. 11-12 litr etanın tam yanma məhsullarını. Bunu izah eləmirəm. Çünki izah eləyim. Ola bilər 129'u tam yaxşı başa düşməmiş ola bilərsiniz. Yaxşı. Etan C2H6 yazılır. Bunun yanma məhsullarını natrum H-dan keçirdik. Əvvəla gəl belə deyək. Etan yananda nə verir? CO2 su. İndi bunlardan hansı natrum OH-la girəcək? CO2. Deməli bizə CO2 lazımdır. Sxem qururam CO2'yə doğru. Tənli yazıb əmsallaşdırdım. Yəni sxemi qurdum, əmsallaşdırdım. 11-12 eləyir. Bu 23-14 deməkdir. CO2'yi tapaq görək neçə mol CO2 alınır. Bu neçə eləyir? 1 mol CO2. Bu qalsın. 80 qrama keçirəm. Bax 1 mol natrum OH 40'dır. 80 qram nə deməkdir? 2 mol natrum OH. Əla. Deməli indi bunları 1-in 2'yə aparacaqsan. 1-in 2'yə aparanda da CO2 azı turşu qalığıdır. CO2 azı turşunun oksididir də. Belə deyək, qalığı yox, turşu oksididir. H2CO3'ün. Gözə görünməyən 2 hidrogeni var. Burada da 2 dənə OH var. H-OH-a bərabər deyə normal duz su alınacaq. Əmsal ehtiyacı yoxdur. Baxa bilərsiniz ki, hər şey əmsallaşıb. Bu 1 mol, bu 2 mol. Molun altında əmsal alındı, yazıldı. Hası duz və neçə mol? Normal duz alındı, göz qabağındadır. 2 tənasüb görəndə az olandan tapırıq. Bu ikisi də eyni şeydir. 1-i 1-ə böləndə 1, 2-i 2-yə böləndə 1. Deməli 1 mol natri karbonat alındı. Hası variant? 1 mol normal duz, Y variantı. 137'də ən uzun karbon zəncirində bir üçlü karbon atomu olan alkanın 2 molu yanında 180 qram su alınıb. Baxın, 2 molu yanında 180 qram su alınıbsa 1 molu yanında neçə qram su eləyir? 90 qram su. Siz bilirsiniz ki 1 mol su 18'dir. 90 qram 5 mol deməkdir. 5 mol suda 10 dənə hidrogen var. Deməli mən elə bir cavab seçməliyəm ki 10 dənə hidrogen olsun. 10 hidrogen olan da C4H10'dur da, düzdürmü? 10 dənə hidrogen olan C4H10'dur. C4H10 cavabı burada C-də var, bir də D-da var. C-də, D-də. İndi bir şey var. C-dir yoxsa D. O deyir ki, içərisində bir ədəd üçlü karbon olsun. Yəni bir ədəd üçlü karbon bu deməkdir, bax. Baba, üçlü karbon budur, bax. D variant. C-də çünki kənardakılar birli, ortadakılar da ikilidir. Ona görə olmaz. 138. Ən uzun karbon zəncirində bir ədəd dörtlü karbon. Bunu özünüz yazanda bu asandır. 139. 2 xlor, 2 metil butan. Butan deyəndə 4 karbon düzüldü. 2 xlor, ikinciyə xlor qoyuldu. H3, H2, H, H3. Yox. 2 xlor, 2 metil qaldı axı. 2 xlor, 2 metil var. Aha. Addan quruşa keçəndə sondan başladım. Butan 4 karbon yazdım. İkinciyə xlor, ikinciyə metil dedi yazdım. Üstə natrium. Würz reaksiyasında nə olur? Natri xloru götürür. Xlorun çıxdığı yer haradırsa, oradan kopyalanma olur. Xlorun çıxdığı yeri görürsən. İndi bunu kopyalayırsan. Bunu özümüzə tərəf aşırdıq. İndi sonra bunu adlandır deyir. Variantlardan görürəm ki, beynəlxalq adlandırıb. Belə geçsəm 4 karbon var. Belə geçsəm 5 karbon var. Deməli elə seçməliyik ki, ən uzun zəncir bu deyil 6 karbon. Hər iki tərəf eyni deyə hardan istəyirsiniz başlayın nömrələməyə. 3-cüdə metillər var. 4-cüdə metillər var. 3, 3, 4, 4. 3, 3, 4, 4. Tetrametil. 6'ya da deyirlər heksan. Y variantı. 140'ı sərbəst yazın. 141. Würz reaksiyası ilə 2-3 dimetil butanı almaq üçün bax, nəyinsə üstünə natrium gəlib, qulaq asın. 2-3 dimetil butan alıb. Butan 4 karbondur, 2-3 dimetil. 2-3 dimetil budur. İndi würzdə kopya, bir də natri xlor çıxır da təbii ki. Würzdə kopyalanma olmur. İndi bunu ortadan böl. Ortadan böləndə deməli bu budur. Deməli budur. Sən də bunu A variantında görə bilirsən, bir bax. 142'yi sərbəst yaz. 143'ü sərbəst yaz.
144. 144'də maddə X-dir. Sənayedə hidrogen alırlar. Yanacaq kimi istifadə edirlər. Sintez qazı. Sintez qazını metandan alırlar da və bayaq yazmışdım axı. Sintez qazının alınma tənliyi. Sintez qazının alınma tənliyi metandan olur. C variantı. 144'də C. 145'də. 145'i alkenlərdə keçmişik. Bilirsiniz ki, bu maddə alkendir. C2H5'i də açıq yazıram. Bunun üstə H xlor gələndə bilirsən ki, bu Markovnikovdur. CH3, CH xlor, CH2, CH3 elə. İndi bunun üstünə natrium gəl. Bunun üstünə natrium gələndə kopyalanma olur da. Elə xlorun çıxdığı yerdən kopyalanma olur. Buyurun. Bir də natri xlor, Würz reaksiyası. İndi adlandır deyir, anuzun zənciri seçdim, nömrələdim. Buyur. 3-4 dimetil. Hanı? 3-4 dimetil, 6'ya da deyirlər. Ən uzun zəncirdə 6 karbon var, heksan. Y variantı. 146'yı sərbəst yazın. 147'ye keçirəm. Hansı alkil xloriddən Würz reaksiyası ilə 4-5 dimetil oktan almaq olar? Heç nə, bu da bayaqki suallardandır, izah eləyirəm. Oktan nə deməkdir? 8 karbon. 4-5 dördüncüyə, bir də 5-ciyə metillər. Deməli, nəyin üstünə natrium gələndə bunu almaq olur? Bunu ortadan bölürsən. Ortadan böləndə böldüyün yerə xlor yaz. D variantına baxın. D variantında rahat görə bilirsiniz də. Yəni, Würz reaksiyası ən asan tənlikdir. Alınanı yaz, ortadan böl, görəcəksən də söhbət nədən gedir. 148'də 1 mol alkan yananda alınan karbon dioksidin kalsium OH2 ilə məhlulu tam reaksiyasından 400 qram kalsium karbonat əmələ gəlib. Bax. 1 mol alkan CNH2-nin üstə gəl ki, yanmasından alınan karbon dioksid. M mol karbon dioksid alınır da, düzdür? Deməli, bu M mol karbon 1 molunun yanmasından gəlin görək neçə mol karbon dioksid alınır. Molun altı əmsallar yazıldı. Bu neçə eləyir? N. İndi bu karbon qazını götür deyir, kalsium OH2 ilə reaksiya yapar. Burada alınır nə? Kalsium karbonat, üstə gələk su. Tənli yazdıq, əmsala ehtiyacı yoxdur. Bunun üstünə N, molun altı əmsal. Bunu verib 400 qram. Qramın altında emir. Buradan N eləyir 4. Deməli, maddə C4H10'dur da. Formula yerinə qoysan C4H10. D variantı. 149'u sərbəst yazın. 150. Hansı reaksiyanın məhsulundan Würz reaksiyası ilə 2,5 dimetil heksan almaq olar? Söhbət Würz reaksiyasının hansı reaksiyanın məhsulundan? Hə, indi qulaq asın. Würz reaksiyasından 2,5 dimetil heksanı almayıb belə. 2, 4, aha. 2, 5 dimetil. İndi bu nədən alınıb? Bu öz yerdə Würz reaksiyasından demir. İndi bunu ortadan bölürəm. Bax, bundan alınıb, bax. Bax, bundan alınıb. Üstə də natrium gəliblər, bunu alıblar, natri xlor da çıxıb. İndi deyir ki, bax, bunu aşağıdakılardan hansından ala bilərsən? Bizdən onu tələb eləyir. Aşağıdakılardan hansından ala bilərik? A variantından ala bilərik də. A variantından ala bilərsən də. O spirt döymü, H xlor gəlibsən. O H-ı götür. Hidrogeni H xlordan da H-ı götür. Su çıxır. İndi o H-ı götürəndə yerinə xlor qoy. Bu alınırdan A variantı. Uşaqlar, bugünkü testimizin izahı bu qədər. Növbəti videomuzda görüşənədək. Sağ olun.